Deyəcəksən, Klintə niyə çıxır, qabilə? Ağzını niyə vara qoyub danışsan, qabilə? Klintə niyə çıxır? Hamının həkimlik diplomu var. Hamının müəllimlik diplomu var. Yaxşı, sən mənə deyən görüm, niyə hamı 18, 20, 22, 25 yaşında qızları işə götürür? 40-50 yaşında adam ondan da çox yaxşı pox təmizləyir. Üstəlik ağlayan ingə deyən uşağı da yoxdur. Niyə yaşlı adamlar işə götürürlər? Niyə? Çünki qayırmağa görə. Orada işləyir, 500 manat verirəm. Həm də orada burada niyə bazlığa gedirəm? Yad adam, qızlar, hələ də bir xəstəlik var. 300-500 manat maaş verirəm buna. Mən dönərxamda, mənim stalovanda qav yüyəndir. Vəssalam. Arada bir qonaqlıqsa təşkil edəcəm, bir dənə də basacam. Vəssalam. Qutardı. Elə qonaqlıqsa lazımdır, elə. İşə o şərtdən götürmüşəm ki, həftədə 3 dəfə basacam. Vəssalam. Basılmayan yer var, Mənə deyilənə ki, Tozda yaşıllaşdırma idarəsi var idi. Vahidilinin kənd sovetinin rəisi, bizdə kənd var Vahidili, bizim kəndin başındakı kənd. Vahidinin kənd sovetinin rəisi xahişdən 1000 manatda pul verdi, yaşıllaşdırmaya qızı işə götürdü. Bir ay bastılar qıza, bir ay. 2-ci ay qızı işdən çıxartdılar. Həmən vaxtı taksi şoförü, 3-4 ay bilirsiniz, 5-6 ay taksili eləmişəm mən də, imkansızdan. Həm vardı, mən o Vahidiliyə mən aparasıydım. Yəni, gəldim, indi də dedi, aparsam mı? Dedim, qiymətlə, Bakıdan gəlirdi. Dedim, harada dedi, şikayətdən gəldim. Atam dedi, kənd soveti olub, çıxıb da, indi əvvəl kənd soveti olub. Həm tanışdıqdan, həm də 1000 manat pul verdik. Məni işə götürdülər. Səndən deyir, nə gizlədim? Bir ay deyir, həvəsini aldı, ay yarım. Müdür. Sonra da Mavinə tulladı, Mavin həvəsini aldı. Sonra da qardaş deyir, o kök qız idi, kök. O kəndin adamlar bilir, kök qız idi. Sonra da deyir, qabil, bir maniken kimi qız tapdılar, maniken kimi belə, incə-mincə qız tapdılar. Məni 2 ay işləmədim, işdən çıxartdılar. Hara istəyirsən şikayət elə, o qızı götürdülər. İndi qıza basırlar. Tozun yaşıllaşdırma idarəsində o əvvəlki keçidi keçirdi, nə o deyirlər. O Jersançik vardı, o nədir o? Uşaqlar o dəmir peş düzəldənin qabağında vardı, yaşıllaşdırma idarəsi. Əvvəl orada dəlixana da var idi. Sonra nətər deyimsə, o keçidi çıxan kimi avtovağzala sağ tərəfdə. Yaşıllaşdırma idarəsi. Mən yalan söz deyimərəm, mənə gəlib ki, yalan söz deyim mən burada. İndi yəni qadan alayım sizə. Yəni hara gedirsən cavan qızlar işə götürürlər, qayırmağa görə götürürlər. Hara gedirsən, istəyən qab yümək olsun, İstəyirsən, nə? Bir balaca